qədim Roma tarixinə aid deyil. Buradan 5-dən 1-ə doğru gedəcəm. Vətəndaş müharibəsi bilirik ki, aiddir. Ona görə də 5-i çıxırıq. Və 5-in olduğu variantları da çıxırıq ki, işimiz asanlaşsın. Beləliklə, D variantını çıxardırıq. 4-də deyir, ağır silahlı piyadalardan ibarət falanq ordusu. Biz bilirik ki, Yunanistan dərsində keçmişik ki, ağır silahlı piyadalardan ibarət falanq ordusu Spartaya aiddir. Ona görə 4-ü götürəcəyik. Çünki aid deyil istəyir bizdən. Şərtə çox diqqət edirik. Həqiqətən suallarda çox ekstra diqqətli oluruq şərtlərə. Və çalışın qırmızı qələmlə, ya nə bilim, sadə qələmlə, PDF üzərində işləyirsinizsə də PDF qələmi ilə hər zaman şərtin altını çoxluca qaralayın. Nəsə, keçək növbəti bəndimizə. 3-də deyir, daxmalı qulların yaranması. Bilirik ki, bizim eranın 3-cü əsrində daxmalı qullarımız var idi Romada. Ona görə 3-ü də atırıq və 3 olan variantları da atırıq. Cavabımız bizə qalır 2, 4 və 1, 2. İndi baxaq 2-yə və 1-ə. 1-də deyir ki, Pun müharibələri. Biz bilirik ki, eradan əvvəl 264 və nə gözəl yazdım mən. 264 və 146-cı illəri, yəni eradan əvvəl 264 və 146-cı illəri əhatə edən Pun müharibələri də qədim Roma tarixinə aiddir. Ona görə də cavabımız qalır 2, 4 A bəndi.